Yeni geniş miqyaslı araşdırma göstərib ki, ağ çörəyin müntəzəm istehlakı xərçəngin ən çox yayılmış və təhlükəli növlərindən biri olan kolorektal xərçəngin inkişaf riskini artıra bilər. Turkustan az məlumat verir ki, alimlər ağ çörəyi bağırsaq xərçəngi riskinin artması ilə əlaqələndiriblər. Tədqiqat Böyük Britaniyada aparılıb və təxminən 13 il ərzində müşahidə edilən 118 mindən çox insanı əhatə edib. Alimlər iştirakçıların pəhrizini, həyat tərzini və xəstəlik hallarını müqayisə ediblər. Nəticə həyəcan verici idi. Tez-tez ağa çörək yeyənlərin bağırsaq xərçənginə tutulma riski 10% yüksək olub. Səbəb ağa çörəyin tərkibindədir metpraştici. O demək olar ki, heç bir lif, vitamin və ya mineral ehtiva etməyən təmizlənmiş undan hazırlanır. Eyni vaxtda belə məhsullar qanda şəkərin səviyyəsini sürətlə artırır. Həzm sistemini həddindən artıq yükləyir və toxluq hissi vermir. Daha çox yeməyə məcbur edir. Tədqiqatın müəllifləri həmçinin müəyyən ediblər ki, ağ çörəklə yanaşı spirt də risk faktorudur. Amma liflə zəngin qidalar, tərəvəzlər, baxlavlar, tam taxıl çörəyi, eləcə də kalsium və maqnezium kimi maddələr bədəni qoruyur. Xərçəngə genetik meyilli olan insanlarda belə düzgün qidalanma bu riski azaldır. Həkimlər ən azı qismən ağı çörəyi tam taxılla əvəz etməyi, spirti məhdudlaşdırmağı və pəhrizə daha çox tərəvəz daxil etməyi məsləhət görürlər. Onların fikrincə, qidalanmada sadə dəyişikliklər xərçəngin qarşısının alınmasında əsas rol oynaya bilər.